Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə bir yerdə yenidən Temu bağlamasını açırıq. Mən bu dəfə bağlamanı artıq özüm açdım və indi sizə bir-bir göstərəcəm nə sifariş etmişəm. Gəlin başlayaq bu şirin sifarişdən. Bu qızımın ayaqqabıdır. Çox gözəldir, sırf şəkildəki kimidir. Mən artıq özüm baxmışam. Baxın necə şirindir. Çox gözəl ayaqqabıdır. Hələ ki qızım yatır. Yoxlamamışam əyninə olacaq, yoxsa yox. Amma məncə olar. Əsas balaca olmayacaq. Buna əminəm. Rəngi də çox gözəldir. Qızımın ağ paltarı var. Ona görə ağ rəngi seçdim. Səhv etmirəmsə qara rəngi də var idi. Mən sizin üçün həmişəki kimi videonun altında, infoboxda bütün linkləri qoyacağım. Əgər sifariş etmək istəsəniz edə bilərsiniz. Və əgər ilk dəfə Temudan sifariş edəcəksinizsə, mənim endirim kodumdan və linkdən istifadə edə bilərsiniz. Ümumiyyətlə Temuda uşaq üçün ayaqqabı, paltar çox keyfiyyətli gəlir. Mən bugünə qədər sifariş etdiyim bütün uşaq paltarlarından və ayaqqabından çox razıyam. Temudan ilk dəfə kosmetik aldım. Bu Misli markasından ənlikdim. Əgər sizə maraqlıdırsa, bunu sizə qısa videolarda mütləq göstərərəm. Şərhlərdə yazın və mənə abunə olmağı unutmayın. Bu mənim üçün çox böyük dəstəkdir və videonu bəyənməyi unutmayın, xahiş edirəm. Mən düşündüm ki, bu orijinal olmalıdır. Çünki mən təxminən eyni qiymətə neçə il əvvəl ideal olanda oradan kosmetik almışdım. 2-3 də məhsul almışdım. Və qiymətlər çox münasib idi. İndi də görürəm ki, burada satıcının adı Mislin gedir. Deyilənə görə o rəsmi səhifədir, orijinaldır. Blogerlər belə deyir. Mən bilmirəm nə dərəcədə doğrudur, amma düşünürəm ki, onsuz da bu münasib qiymətə olan kosmetikadır da Temuda satıla bilər, Çində də satıla bilər, Trendyol kimi də müxtəlif markalar öz məhsullarını satır realda və Temuda. Offline və online. Ona görə düşündüm ki, niyə də orijinal olmasın. İnşallah orijinaldır. Çünki mən fake kosmetika işlətmirəm, çəkinirəm. Rəngi çox gözəldir. Mən belə rəngləri özümə çox yaraşdırıram. Ümumiyyətlə ənlikləri çox sevirəm. Qutusundan da çox xoşum gəldi. Karton kimidir. Maraqlıdır, şirindir və balacadır. Səyahətə gedəndə götürmək olar və kosmetikada çox yer tutmaz. Sonra belə bir dəst sifariş elədim. Bu iPhone-lar üçündür əsas. Bu telefonun şnurunu, yəni telefonun adapterını qoymaq üçün keysdir ki, adapter zədələnməsin. Bildiyiniz kimi iPhone-lar adaptersız satılır və orijinal adapterlar Baku Electronics'da, Contact Home-da hardasa 50 manatadır. Ona görə mən istəmirəm onu cırım zədəliyim, sonra təzəsini alım. Ona görə bu keysdən sifariş etdim ki, çantaya qoyanda səliqəli qoyun. Burada baxın. Belə bir yer var. Çıxardırsan USB-ni, ayrı adapteri bu tərəfə, USB-ni bu tərəfə ya da əksinə, yəqin ki, əksinə belə qoyursan. Xoşum gəldi, qəşəngdir, şirindir, şəkildəki kimidir. Amma mən fikirləşirəm ki, bu batacaq. Elə materialdır ki, onu məncə sonra yumaq çətin olacaq. Amma bilmirəm, baxarıq, çalışaram, səliqəli işlədim. Və bu USB üçün qoruyucu rezindir. Heç vaxt ağlıma gəlməzdi belə bir şey. Amma bizim köhnə zaradkamız, onun USB-si çox pis zədələnir və artıq xarab olmaq istəyir. Ona görə düşündüm ki, təzəsi üçün bundan sifariş eləyim. Bunun qiyməti çox münasibdir. Hər dəfə 50 manata təzə orijinal zaradka almaqdansa belə qoruyucu şnur alıb ömürlük işlətməyi sərf eləyir məncə. Mən bilmirəm, bunu taxa biləcəm yoxsa yox. Məncə rahat olmalıdır. Mən bunu eləyərəm və sizə ya qısa videolarda göstərərəm, ya da bu videoya əlavə eləyərəm. Maraqlıdır necə alınacaq. Məncə bu bir çox adamın problemidir ki, zaradkalar, USB-lər cırılır. Başqa rəngləri də var idi. Adapterin özünü bura yerləşdirirsən və bu telefona taxılan yer üçündür. Baxın. Hər şey fikirləşiblər. Heç vaxt ağlıma gəlməzdi ki, hardasa belə şeylər satılır. Bakıda var bunlardan. Bilən varsa yazsın, mən görməmişəm.
Və burada kəmər kimi belə bir şey də var. Bunu tam başa düşmədim nə üçündür. Bilən varsa yazsın şərhlərdə. Və telefon üçün belə bir case sifariş elədim. Düzdür, çeşid biraz az idi. Zövqümə görə o qədər də çox case yox idi. Ancaq bunu seçə bildim. Amma məncə yaxın zamanda daha çox olacaq. Çünki telefonun modeli hələ ki təzədir. Ola bilər o telefon üçün hələ ki caselər çıxmayıb. iPhone 17 Pro Max. Gözəldir məncə. Telefonum hələ ki gəlməyib, ona görə telefona taxıb göstərə bilmirəm sizə. Telefonu sifariş eləmişəm, amma hələ gözləyirəm. Düşünürdüm ki, telefon birinci gələcək, sonra case, amma Temu axır vaxtlar tez çatdırır bütün sifarişləri. Və qış üçün 2 dənə kofta sifariş eləmişəm. Bu sport stilindədir. Biraz oversize'dir. Bu rəng indi çox dəbdədir, ona görə sifariş elədim. Və bu aydan axır vaxtlar çox xoşum gəlir. Əgər məni izləyirsinizsə, mən yay üçün 2 dənə köynək almışdım, qısa qol. Bu ayı var idi üzərində. Bu biraz başqa cürdür. Bu böyük ayıdır. Məncə o birisilərdən böyükdür. Və əlində kamera var, fotoaparat, çəkir. Bu mənəm də, mən. Mənim kamerama oxşur. Superdir, məncə çox bəyəndim. Rəngi də hər şey şəkildəki kimidir, keyfiyyətlidir, isti saxlayacaq qışda. Super. Hər iki koftadan çox xoşum gəldi. Sırf şəkildəki kimi gəldi. Və 2 dənə belə mayka sifariş elədim. Əgər əvvəlki videolarıma baxmasınızsa, mən qəhvəyi rəngdə bluz sifariş elədim və dedim ki, onu mütləq mayka ilə giyinmək lazımdır. Çünki iç göstərir, çox açıq-saçıq olur. Maykasız mümkün deyil də o tərzdə kofta giyinmək. Ona görə bunu da sifariş etdim. Bu dəst kimi satılırdı. Ona görə bunu da götürdüm. Əslində belə 5 maykalarım çoxdur, ehtiyacım yox idi. Amma dedim ki, onsuz da qiymət münasib idi. Niyə də yox? Olsun, nə vaxtsa lazım olar. Əsas bu maykaya görə sifariş elədim. Bu sintetikadır. Amma qəşəng materialdır, yəni pis deyil. Mən razıyam. Belə maykalar bədənə yaxşı oturur və əsasda başqa bluzun altına giyinmək istəyirsənsə, lazımdır ki, yaxşı otursun bədənə, sallanmasın, yoxsa o birisi bluzu giyinə bilməyəcəksən də üstünə. Şokolad rəngidir, sırf o kofta olan rəngdədir. Onu da giyinib sizə göstərərəm, əlavə eləyərəm yəqin ki, bu videoya. Və bir dənə eynək sifariş elədim. Deyə bilərsiniz ki, Fatya, yay bitib, nəyə görə eynək sifariş eləyirsən? Ona görə ki, mən retinoldan istifadə edirəm və bilmirəm retinolla təcrübəniz var yoxsa yox. Amma retinoldan istifadə eləyəndə mütləq günəşdən qorunmaq lazımdır. Çünki dəridə ləkə gətirə bilər. Mən SPF-dən əlbəttə ki, istifadə edirəm. Amma eynək olsa məncə lap yaxşı olar. 2 qat müdafiə. Eynək sırf şəkildəki kimidir əslində. Amma mən o qədər də bəyənmədim. Əslində pis deyil, yaraşdırdım özümə. Qəşəngdir. Amma mən istəyirdim ki, yekə olsun, ki, tam günəşdən bu hissəni bağlasın. Çünki mən gözlərimin altına ayrıca retinollu krem çəkirəm. Və buradan baxın, buradan gözaltı nahiyə tam açıqdır da, gün dəyəcək bura. Bildiniz də nəyi deyirəm. Mən şəkildə yenə başa düşmədim ki, bu belə olacaq. İndi görürəm. Belə aviator eynəklər var, onlardan sifariş etmək lazım idi. Modelin adı aviatordur, səhv eləmirəmsə. Amma o eynəkləri bilmirəm, o qədər də yaraşdırmıram özümə, qəribə gəlir mənə. Həm də indi o qədər də dəbdə deyil, məncə çox qəribə görsənəcək. Amma günəşdən qorunmaq üçün ancaq o lazımdır məncə, tam qorunmaq üçün belə skafandr kimi. Bu qədər bugünlük sifarişim bu idi. Ümid edirəm ki, sizə maraqlı idi. Əgər maraqlı idisə, abunə olmağı unutmayın, like qoymağı unutmayın. Biz sizinlə görüşərik növbəti videolarımda. Hələlik.